Herkese salam, kanalıma ve yeni vloguma hoş geldiniz. Necəsiniz kızlar? Ümumiyyətlə, hər kəs xoş gəldi yeni vloguma demək istəyirəm. Çünki bəy də izləyiblər, qız da izləyiblər. Xoş gəlmisiniz, əsas olur. Bugün 20 Mart Novruz bayramıdır. Bəli, Novruz bayramınız mübarək olsun. Novruz bayramı münasibəti ilə sizi çox, lap çox gözəl şəkildə ürəkdən təbrik edirəm əzizlərim. Yaz gəlir, Novruz gəlir. Novruz gəlir, yaz gəlir. Bir əlində saz gəlir. Bir əlində xoncası, bir əlində Novruz gəlir. Bəli. Yazın gəlişini bildirən bayram Novruz bayramıdır. Zaten bilirsiniz, çox gözəl. Və biz də dedim ki, bugün qəşəng bir Novruz bayramı vlog çəkə bilərəm əslində. Niyə də yox? Və çəkirəm gördüyünüz kimi qızlar. Xeyirli uğurlu olsun Novruz bayramımız. Çox gözəl keçsin, amin inşallah. Novruz bayramımız yeni il deyil, insan üçün ki, bu il isə uğurlu, düşərli olsun. Novruz bayramıdır. Belə deyək də, yazda, yayda nə planlarınız var, hamısı gerçək olsun, amin inşallah. Bəli. Allah hər kəs öz istədiyinə nail etsin, amin inşallah. Novruz bayramının bu arada çox gözəl adət-ənənələri var. Zaten bilənlər onu da bilirlər. Qızlar, deməli bugün baxmayaraq ki 20 martdır. Mən saat 12-də oyanmışam. Bugün biz yemək bişirəcəm, süfrə hazırlayacağam. Evdə ailəvi qeyd edəcəyik, çünki sabah da qəşəng evdəyik. 22-si gəzintiyə gedəcəyik, Novruzla bağlı. Şəhərə falan çıxacaq. 23-ü mama gildəyik. 24-25-i də bəzi qohumlar falan var, onlara qonaqlığa gedəcəyik. 26-sından evdəyik, qəşəng. 27-ci yəni evdə istirahət eləyəcək. 28-ci nədir? Sənan işə çıxacaq, biz normal gündəliyimizə qayıdacağıq. Mən 29-u qızlar süfrəni yığışdıracağam. Və bir də nə olacaq? 30-u da istəyirəm ki, nədir? Biraz istirahət eləyim yenə. Martın 31-i qızlar. Bir dəqiqə, Mart 31-dən idi də, Mart 31-dən də, 31 Mart, Yoxsa yoxdur, 30 Martdandır. Opşim, lap olsun 1 aprel. Aprel tez ay olduğuna görə. Onda evi qəşəng təmizləyəcəm. Təmizlik vlog gələ bilər. Əslində istəmirəm, çünki çox təmizlik vlogları var. Ağlımda apreldə yeni bir videolar var. Onları çəkəcəm. Rəfiqələrimlə görüş, iş görüşləri olacaq onları. Sonra qəşəng bir vlog olacaq. Alış-veriş, unpacking falan olan hissə olacaq. Çünki kargolar, sipariş eləmişəm, onlar gəlməlidir. Yəni çox gözəl videolar sizi gözləyir. Bayramdan sonra hələ nələr var qızlar. Hələ bilmirsiniz, xəbəriniz yoxdur əlbəttə. Bu arada mən burada vlog çəkirəm. Qəşəng Novruz bayram vlogu. Hazırlanana qədər də saat, dediyim kimi saat bu arada rutinimi deyim. Bugün saat 12-də oyanmışam. Hal-hazırda hazırlaşana qədər isə saat 1 olub oluyor. Mən burada vlog çəkirəm. Yuxarıdakı qonşumuz da drenlə day dünyanı deşir elə bir. Əstağfurullah. Dayanır, başlayır. Bir dəqiqə dayanır, sonra başlayır. Bilmirəm nə edirlər bunlar. Evi düzəldirlər. Bəli, işıq da yandı. Belə də qızlar nə pişirmişəm, indi sizə deyim. 2 növ, bir dənə balıq ləvəngisi eləmişəm, bir də balıq qızartması. Bayramlarda bizdə balıqsız bir gün yoxdur. Paytaxt salat eləmişəm, bir də pizza falan hazırladım. Qəşəng süfrəyə qoyum, alıb baxmayın deyilməli. Bunları yiyəcəyik, elə yola verəcəyik. Səmənimiz var, bəli. Kapak fotosunda hər birini paylaşacağım zaten. Narahat olmayınız arkadaşlar. İndi bunlara aparıb süfrə qurmaq lazımdır. Nə vaxt hazırlamışam? Bunları mən dünən hazırlamışam qızlar. Ayın 19-undan şəkər bura paxlava, şora qoğal pişirmişəmmi? Xeyr, pişirməmişəm. Almışıq. Bir dəqiqə. Daha doğrusu. Baxın, bu şora qoğal. İndi gedib bir-iki dənə şeylər var. Onları almalıyam qızlar. Yəni mən bir dənə çünki şora qoğal hazırlamışam da. Yəni
Ondakı qızlar inansız güclə hazırladım. Bilmədim, neylədim. Səməni falan halınmalı süfrəyə gedib indi onları alacağım sizinlə birlikdə hətta. Hər kəsə salam. Novruz bayramınız mübarək olsun arkadaşlar. Ben sana da sizi təbrik edirəm. Bunlar bizim yumurtalardır. Bəli. Qızlar, git sən ona gələ bilirsən. Çox sağ ol həyat. Sən də sağ. Bu da bizim mənim aldıqlarım. Salam, bayramınız mübarək. Çox sağ ol aşkım. Mən də mama giderim atayın oturmağa. Təşəkkür. Aha, indi gəldik. Qızlar, dünən mən 5 dənə qaynatma yumurta bəzədik biz. 5 dənə dedim ki, day bəsdir. Çünki qızlar hər il 10 dənə falan eləyirdim. Keçən ildən bəli, yəni keçən ildən 6 dənə eləmişdim. Bu il dedim 5 dənə eləyim. Ailəsinə hərəyə bir dənəsi də artıq qalsın, onu da bölüb yeyərsiniz. Belə. Çünki həqiqətən yemirik, qalır, qaralır. Yəni yumurta süfrədə sadəcə olaraq bəzək üçündür də bizdə. Yemirik biz onu. Yəni Novruz bayramı səhər durub zavtraq üçün hazır yumurta olur, amma biz yemirik. Hətta səndən deyir ki, mənə təzə yumurta qaynat, nə bilim, bunu 2 gün əvvəl eləmsən, bunu isti elə. Səndən yumurtanı isti yeməyi sevir, deyir ki, yumurtanı isti yeyərlər, necə yəni, nə bilim, soyuq rəngli şey falan istəmirəm. Ona görə nə etdim? Dadam, düz 5 dənə qəşəng yumurta elədim. İndi burada sizinlə bərabər qəşəng bir xonça düzələcəm. Buna səmənli qoyacağam. Bunun heç fikrini çəkməyin siz. Bu arada buralar belə çox kalabalıqdır. Həqiqətən çox üzr istəyirəm. Nəysə. Bu uşaqların şirniyyatlarıdır. Bunu yəni onların içinə qatmayacağam. Bunu biz hara qoyaq, heç özüm də bilmirəm. Nəysə bir yerə qoyaq axı ki. Bunu götürün bak, bura koyma. Ay koyma olmuş. Neyse de. Bir yere kadar bir yere koyabilir mi? Koyabilir. Bak bunları böyle bura koyarak. Bunlar popkeklerdir. Aldım uşaqlara yesinlər deyə. Bunları düzüb gəldim. Saat hazırda 4'dür və süfrəm də hazırdır. Baxın, qəşəng orada səməni qoymuşam. Qəşəng ləpələr, çərəzlər, qoz fındıqlar falan da belə qoymuşam səməninin qırağına qəşəng. Paytaxt salat eləmişdim, onları qoymuşam. Şəkər bura, badam bura, şəkər bura, şora qoğal, badam bura, bir də paxlava da var arxada, tam görünmür, nəysə. Yumurta var, burada qəşəng sonra meyvə şirəsi var. Çox gözəl dadlı, ən sevdiyimiz meyvə şirəsi. Sonra balıq ləvəngisi var, balığın qəşəng qızartması var. Deyəm, sonra nə var? Bir dənə də aş var. Deyən aşı gətirim. Aş olmazsa olmaz hər bayramda olan bir şeydir deyə. Yenə də yapmışım arkadaşlar. Ben bir aş getiriyorum suframıza. Tamam mı? Hemen bir dənə aş da gətirim, qoyun bura. Hə, onda tam olsun. Lap süper olsun arkadaşlar. Tamam mı? Super. Bir balasız bir də aşsız bizim süfrəmiz olmasın. Amin inşallah. Eynən də hamının, çünki ən gözəl bayram süfrə yeməklərindən biridir əlbəttə. Gedim onları gətirim, qoyum, şəklini çəkim. Oca biz oturaq saat 5'də, başlayaq oca yeməyə. Qəşəng 7'yə qədər falan yeyək. Ondan sonra qabları falan yum, evin bir-iki işlərini görüm. Saat 8'də sağollaşım. Novruz bayram vlogumuzda bura qədər də deyim. Bayramınız mübarək, mən də Əli. Bayramınızı təbrik edirəm. Novruz bayramınız mübarək olsun. Bütün dərdləriniz odda qalsın. Aşkım onu odda tullananda deyirlər. Belə ocaqda. Ayıb, hər şey eləyib. Süfrədən durduq. Süfrəni yığışdırmırıq. Biz də adətən əlbəttə ki, Novruz bayramı tay bitənə qədər, 29-una 30'una qədər falan, yəni ayın axırına qədər saxlayacağıq bu süfrəni deyə düşünürəm əlbəttə. Ondan tez də yeyə bilərik, əslində problem deyil. Opşum, indi nə? Deməli biz qablar falan yudum, öz yediyimiz qablar ki, daha səliqəsiz görünməli, qablar qalsın deyil ki orada. Opşum, onları yudum elədim. Qəşəng oldu evimiz daha tərtəmiz. Saat oldu 9 beləcə. Biraz oturduk elə evdə söhbət elədik, televizoru, telefona falan filan. Saat 11'də bildiyiniz nə var. Yəni axşamdır, qaranlıq tutub işıqlar falan tam yandırmışıq bildiyiniz kimi.
Saat 11-də hazırda mən gedirəm yatmağa. Çünki məndən başqa hər kəs yatır. Mən də belə çox da gec yatmaq istəmirəm. Mən maksimum yəni 12-də yatıram. Nəysə. Sağ olun, özünüzə yaxşı baxın. Kanalıma abunə olun, videoma like atıb, bol və gözəl yorumlar yazmağı unutmayın. Sizi çox sevirəm. Bu videomuzda bura qədərdir. Novruz bayramı vlogu ilə qarşınızdaydı. Games Deniz kanalının sahibi ailəvi şəkildə əlbəttə. Novruz bayramınız sizin də mübarək olsun. Novruz bayramınız mübarəkdir.